Biz bu videoda toplu şəkildə qaymələri necə göndərilməli olduğunu görəcəyik. İlk öncə qayma göndərmək üçün olan şablona giririk. Həmin şablonda birinci səhifədə vön hissəsinə göndərəcəyimiz şirkətin vönünü, daha sonra malın kodunu, malın adını, ölçü vahidini, həcmini, satış qiymətini, cəm məbləği və ƏDV-yə cəlb olunan məbləği daxil edirik. Daha sonra əsas məlumat hissəsini doldururuq. Biz burada bir şirkətə bir neçə mal göndəririksə, eyni bölünləri seçirik bu formada. Daha sonra qruplaşdır düyməsini vururuq. Artıq bu Excel şablonunu biz vergi sistemi üzərindən bu formada yerləşdiririk. Gördüyünüz kimi fayl emal olmağa başlayır və toplu şəkildə göndərilir. Yüklədikdən sonra həmin qaymələr qaralama bölməsinə düşür. Biz məlumatların doğruluğunu yoxlayıb, daha sonra imzala göndər edərək prosesi tamamlayırıq.